Orada bir xüsusi məsələyə diqqət yetirmək istərdim. İstəyirəm fikirlərinizi öyrənək. Xəzər bir neçə ölkənin dənizidir. 5 ölkə. Bəli, 5 ölkənin dənizidir və böyük dövlətlər var arasında, Rusiya kimi dövlət. Amma buna baxmayaraq cənab prezident orada Xəzərin vəziyyəti ilə bağlı, bəli, suyun azalması ilə bağlı öz fikrini səsləndirdi və BMT-ni bununla bağlı əməkdaşlığa səslədi. Mən deyərdim ki, Xəzərin problemlərini də BMT-dən birbaşa cənab prezident belə deyək, öz çiyinlərinə alaraq səsləndirdi. Bu özü də böyük bir məsələ idi ki, buna Rusiya tərəf daha sonra münasibət də bildirdi. Səhv eləmirəmsə, hər hansı bir açıqlama gətirməyə çalışdılar ki, biz artıq bununla bağlı araşdırmalar edirik və s. və ilə axır. Bu məsələ nə istəyərdim münasibət bildirəsiniz? Bilirsiniz, cənab prezident o sözlərdir. Deyir, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil. Amma dünyada sözünün məna və çəkisi böyükdür. Fikir verirsiniz, pandemiya dövrü, bəzi onu 3-cü dünya müharibəsi deyirlər və bu bəlaya qalib gəlmək üçün hər bir dövlətin qapısını döyən, bu bəlaya qalib gəlmək üçün beynəlxalq birliyin, beynəlxalq ictimaiyyətin birliyinə ehtiyac var idi. Koordinasiya olmuş fəaliyyətə ehtiyac var idi. Beynəlxalq səyləri birləşdirməyə böyük ehtiyac var idi. Və belə nəhəng bir problem mübarizə, yəqin ki, BMT Təhlükəsizlik Şurasının 5 daim üzvünün üzərində daha böyük məsuliyyət düşür. Çünki ən nəhəng dövlət olardı. Nüvə silahına malikdirlər, dünyada söz sahiblədirlər, əllərində veto hüququ var. Amma onlar etmədi bunu. Bunu edən beynəlxalq səyləri birləşdirən Azərbaycan dövləti oldu. Onun siyasi rəhbəri Cənab İlham Əliyev oldu. Qoşulmama hərəkatının lideri kimi. Yəni 5 dövlət yox, Azərbaycan dövləti bunu etdi. Xüsusi sessiyasını topladı və hətta vaksin millətçiliyinə qarşı mübarizə məsələlərini gündəmə gətirdi ki, varlısan, deməli sənin əhalin vaksin çox alır və xilas olur. Kasıbdır, o insanlar məhv olmalıdır kimi retorik suallar qoydu və bu vaksin millətçiliyinə qarşı öz haqq səsini uzaltdı və istədiyinə də nail oldu. Mən cənab prezidentin çıxışının sonunda bir cümlə var, onu səsləndirmək istəyirəm. Cənab prezident bildirir ki, gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olduğu bir dünya quraq. Kifayət qədər böyük bir anlamlı mesajdır ki, BMT kürsüsündən səsləndi və sonluq. Bəli, son cümlələri də o mesaj səsləndirdi ki, hansı ki, dünyanın ona böyük ehtiyacı var. Böyük ehtiyacı var və pandemiya dövrü ilə bağlı cənab prezident qlobal təşəbbüslərini söylədim. Bax, Xəzər 5 Xəzəryan dövlətin mülküdür. Rusiya çox nəhəng dövlətdir, İran böyük dövlətdir, orada Qazaxıstan var, Qazaxıstan, Türkmənistan, Azərbaycan dövlətləridir. Amma Xəzərin, yəni 5 Xəzəryan dövlətinin hər birinin problemi var. Xəzər dənizi kiçilir, Xəzər dənizi dayazlaşır və bununla bağlı həyəcan təbilini də məsələn Azərbaycan prezidenti səsləndirdi və həm də BMT rəhbərinə müraciət etdi ki, gəlin bu sahədə əməkdaşlıq eləyək. Bilirsiniz ki, 2025-ci il üçün BMT-nin büdcəsi 3,72 milyard dollardır və BMT çərçivəsində COP29 keçirilir, indi COP30 Braziliyada keçiriləcək. Yəni, ekologiya məsələləri bir nömrəli məsələdir və onu böyük pullar da ayıra bilir BMT. Bəs belə olan vəziyyətdə cənab prezident Xəzər probleminə BMT-nin diqqətini cəlb etdi ki, köməklik eləyin bu problemlərin həllini qaldıran. Ekoloji fəlakət yaşanmaqdadır. Necə Aral dənizinin başına nə müsibətlər gəldi, getdikcə yəni ən qorxulu ssenarilər işləyə bilər. Və bu baxımdan BMT rəhbərlik səviyyəsində də cənab prezident bu təşəbbüsünə layal münasibətin olacağına biz inanmaq istəyirik və çox vacib bir məsələni qaldırdı. Və haqlısınız, cənab prezidentin çıxışının sonunda ədalətli dünya ilə bağlı çağırış etdi. Çünki dünyamız ona görə ədalətli deyil ki, dünyamızda ikili standartlar hökm sürür. Dünyamız ona görə ədalətli deyil ki, ədalətin özünə selektiv yanaşma var. Bir halda deyirlər bu ədalətlidir, başqa halda deyirlər ədalətsizdir. Halbuki belə selektiv bölmə olmaz. Necə ola bilir ki, 4 qətnamə qəbul edirsən Təhlükəsizlik Şurası, BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı icra eləmirsən. Necə olur ki, 2011-ci ildə Liviya ilə bağlı qəbul edib 2 saat sonra Liviyanı bombalayırsan? Necə oldu 99-cu ildə 78 gün Yugoslaviyanı bombalayırsan, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yox. Eyni zamanda 2003-cü ildə martın 19-dan 20-sinə keçən gecə İraqa hücum edirsən, ortada qətnamə yoxdur.
Amma bu yanda qətnamə var. Ermənistana cəza, sanksiya tətbiq eləmirsən. Bu ikili standartdır, həm də ədalətsiz dünyada, ədalətə selektiv yanaşmadır. Həm də qanunun aliliyindən söhbət gedirsə, gərək qanun şah olsun. Qanuna bütün dünya beynəlxalq birlik və beynəlxalq hüquq norma və prinsiplərində gərək eyni yanaşma olsun. Amma eyni yanaşma olmur. Burada selektiv yanaşmalar olur. Cənab prezident bunlara etirazını bildirdi və doğrudan da cənab prezidentin arzuladığı və əslində isə bütün dünyanın və beynəlxalq ictimaiyyətin arzuladığı bu məsələlər öz həyata təsdiqini tapsa, yəni ədalətli dünya modeli formalaşsa, onda görün dünyamız necə də bəxtəvər olar, necə də bəlalardan hifz olunmuş olar. Buna çağırış etdi və bir daha deyirəm ki, elə də böyük olmayan dövlətin prezidenti bu çağırış etdi. Çünki özü qlobal düşüncəyə malikdir, müzəffər prezidentdir və dünyadakı prosesləri də çox gözəl analiz edir və dünyanın inkişaf vektorlarını çox gözəl bilir.